təqdim edin, xahiş edirəm. Mən Vahabova Günel Paşa qızı 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxana və İnformasiya Fakültəsində qiyabi təhsil almışam. Təhsil aldığım qiyabi illərdə, yəni oxuduğum illərdə müraciət edərək Nazirliyin vasitəsilə bu kitabxanaların birinə, yəni çoxsuna dekret yerində işləmişəm. Ancaq 2008-ci ildə indi işlədiyim 6 nömrəli, indiyədək işlədiyim 6 nömrəli kitabxananın müdiri olmuşam ta 15 aprel 2025-ci ilə qədər. Artıq 17 ildən çoxdur orada stajım var. Ali təhsilli kadr kimi kitabxananın bütün qanuna uyğunluqlarına əməl edərək aktiv işçilərdən biri olmuşam. Şəhər tədbirlərində iştirak eləmişəm. Hətta aparıcı olduğum tədbirlər belə olub. Xalq teatrı var. O teatrın üzvü olmuşam. Dəfələrlə tamaşalarda oynamışam. Yəni heç vaxt boş dayanmamışam. Yəni tədbirlərdə necə var? Bəs sizin bu yaranan probleminiz səhv eləmirəmsə Gəncədən gəlib də Şəki regional. Bəli, Şamaxılıdır özü əslən. Amma Gəncə sosialında yəni hər yerdə bir il yəni işləyib də hardasa Emil Bədəlov, bəli. Bu Emil Bədəlov rəis əvəzi keçən gündən işdəki davamiyyəti yoxlamaq məqsədi ilə direktor əvəzi Kəmalə xanım var. Həmin Kəmalə xanımın vasitəsilə bizim WhatsApp qrupu var. Ora yazıb ki, hardasa gecə saat 11-dir, nədir belə olardı. Bəs hamı işə gələndə səhər 10 tamamda şəkil çəkib atsın, selfie formasında ki, biz işləyin. Bir də 6 tamamda işdən çıxanda atsın. Mən də demişəm ki, yox, mən razı deyiləm. Yəni, mən şəkil atası deyiləm. Yəni ki, mən yoldaşım buna icazə vermir. Bunu Kəmal xanım da yazılı bildirir ki, Günel xanım, yeni qoyulan qayda qanun budur. Xoşuna gəlmirsə, ərzəni yaz, çıx. Mən də bunlara biraz kobud cavab vermişəm. Yəni, yuxudan duran adam, yorğun adam. Yəni ki, ailəm narazıçılıq eləyir. Yəni, ailəmdə olan söhbətə görə nəsə də əsəbləşib yatmışam. Sonra da ayrılmışam, bunu oxuyub, biraz da bu üstünə nəsə gəlib. Biz bunlara biraz kobud cavab vermişəm. Həmin anda Kəmalə xanım bu səsi Emil Bədəlova göndərib. Sonra da özünü sığortalamaqdan ötürü qrupdan silib ki, göndərən bu deyil. Həsin başqa adam göndər. Boynundan artıq. Yox, indi siz orada bunu təhqir eləməmişsiniz. Yəni, qobud formada demişsiniz ki, mənim ailəm icazə vermir. Emil mənim adı çəkilməyib orada. Yəni, bu heç bir qanun vericiliyə sığmayan bir şeydir. Yəni, demişəm ki, gəl qayda qanunu istəyirlər. Gətirsinlər, internet çəksinlər, kamera qoysunlar və yaxud da